Bura Azərbaycandır. Yevlax. Yevlaxda parklar, xiyabanlar çoxdur. Onlardan biri də Heydər Əliyev xiyabanıdır. İsti havalarda bu parklar insanlarla dop-dolu olur. Ancaq bizim gəlişimiz baharın ilk günlərinə təsadüf etdiyinə görə havada təbii ki, biraz soyuqluq var. Ona görə bu parklar hələ kimsəsizdir. Bugün tamaşaçı tək özüməm, çünki heç bir tədbir yoxdur. Heydər Əliyev xiyabanında Ulu Öndərin adını daşıyan muzey fəaliyyət göstərir. Muzeydə ümummilli liderin keçdiyi həyat yoluna aid sənədlər və fotoşəkillər qorunub saxlanılır. Muzeyi gəzib görən hər kəs Heydər Əliyev haqqında tam məlumat toplamış olur. Ayaqlarının altında əziləcək xəyanət şər, cənab-ı bir bəşər deyil, bir adım var fövqə şər. Başa üstə günəşimi məşəl etdi vətən səni, qaranlığa şöhrət saçdı, cəsarətən Heydər ata. Növbəti park şair və mütəfəkkir, Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi Dahi Nizami Gəncəvinin adını daşıyır. Hüsnün gözəl ayətləri, sevgili canım. Nizami Gəncəvi 1141-ci ildə Gəncədə anadan olmuşdur. Bu şəhərdə yaşayıb yaradan şair 1209-cu ildə Gəncədə də vəfat etmişdir. Nizami Gəncəvi bəşər bədii mədəniyyət tarixinə yeni fikirlər, ideyalar gətirmiş, şərq poeziyasını forma və məzmunca zənginləşdirmişdir. İlk yaradıcılığa rübai şeirlərlə başlayan Nizami Gəncəvi dünya ədəbiyyatı tarixində xəmsə müəllifi kimi məşhurdur. Şairin ölümündən sonra onun 5 poeması bir yerə toplanıb xəmsə adlandırılmışdır. Xosrov və Şirin, Leyli və Məcnun, Sirlər xəzinəsi, 7 gözəl, İskəndərnamə əsərləri kamillik və müdriklik zirvəsidir. Parkda dahi şairin əsərlərindən götürülmüş hissələr heykəlləşdirilmiş, buraya gələn hər kəsə Nizami Gəncəvi haqqında yetərincə məlumat verir. Rəhm eylə dedim gəl. Sazdan və sazın necə düzəldilməsindən də danışacağıq bugünkü proqramımızda. Amma bütün bunlardan ətraflı sazbənd Süleyman Süleymanov danışacaq. Süleyman dədə, başlayaq? Başlayaq. Əvvəlcə necəsiz soruşum? Lap yaxşı. Hamınızı salamlayıram. Mən öz növbəmdə sizə xoş gəlmiş istəyirəm. TRT-Vazın bütün işçilərinə salamlarımı yetirirəm. Çox sağ olun. Sizin əməkdaşlara. Buyurun, mən sizin xidmətinizdə. Necə düzəlir bu saz? Saz çox uzun bir proses keçir. Çox uzun? Bəli, çox uzun. Yəni ağacı əvvəl gedib örüşdə axtarıb tapmaq lazım. Hər ağacdan saz olmur.
Sonra onu kəsib gətirmək lazımdır. Kəsib gətirdikdən sonra onu lazımi qaydada emal etmək ağacı. Sonra onu bax bu gördüyünüz şəkildə hazırlamaq lazımdır. Yəni onun Lap hamısı pul taxtaları kimi ölçülüdür. kəsilir ha. Ölçüb hamısını kəsmisiniz. Bəli. Hə. Sonra bəzən ustalar var ki, əslində indi hamısı elə eləyir. Elə sazı ağacı kəsib gətirirlər o cür. Mən hazırladığım kimi hazırlayır və başlayır saz. Süleyman O dədə, olmaz bəlkə hamısını bilirəm, bir neçə dəqiqədə, nə bilim, lap 1 saatda, 2 saatda təbii ki, göstərə bilməzsiniz bizə. Bəli, mümkün Amma deyil. ki, hansısa hissələrini elə danışa-danışa göstərin. Mən də belə uzaqdan dayanım baxım və tamaşaçılarımız da proqramımızda izləsinlər. Nədir bu? Bu beçə hissədir. Sazın boğaz hissəsi. Beçə hissəsi adətən qozdan da olur. Ancaq o sifariş verənin özünün zövqü ilə asılıdır. Ümumiyyətlə saz hansı ağacdan olmalıdır? Saz- Fərqi var. Fərqi çoxdur. Belə fərqi var ki, saz tutdan olur. Ancaq hər tutdan da saz olmur. Olur, hamının qələmədən saz bağlayın, çinardan saz bağlayın. Çalmayacaq. Ay Süleyman dədə, çox qəlizləşdirdin. Çalmayacaq. Yaman qəlizləşdirdin. Bax, mən işlədiyim sazlar ki var, bu gördüyünüz buradakı bu sazlar, bunların çanaq hissəsi İsmaili rayonundan gətirmişəm. Ən azı 90 yaşını keçmiş ağaclardır. O həm yaşlı ağac olmalıdır, həm də ağ tut var, yeyilən. Yeyilən ağ tut. Hə. Şah tut deyirik. Bax, əsas odur. O cır tut, o çalmır. Səsi ağızda deyilir də cır. Səs də, onun səsi də. Səsi də cır olur. Bəli, səsi də cır olur. Hə. Tamam. O zaman baxaq necə biraz düzəldirsiniz, izləyək. Bu ağacların hamısı müəyyən məhlullar var. O məhlullarda qaynadılır. Ənk suyunda, sonra başqa məhlullar var. Və qaynadılandan sonra soyudulur və axar su altında deyək ki, həftələrlə, aylarla qalır. Ondan sonra ondan düzələn saz olur, çalır. Əgər sazbənd vaxt qoyursa, mən bu vaxtda bu sazı bağlaya bilərəm, ondan usta olmaz. Saz nazlı bir gözəl kimi ancaq və ancaq, necə deyim, o nəvaziş çevir. Aman aman. Bəli, nəvaziş, ancaq nəvaziş vurğunudur. Süleyman dədə, deyəsən, həm də çox möhkəm ağacdır, hə, tut? Tut ağacı, bəli, həm də möhkəmdir. Yaşı yumuşaq olur. Amma həm də zalım ağacdır. Çox zalım ağacdır, çox. Zalim ağacdır. Zalımdır, zalım. Niyə? Ona görə ki, o öz bildiyini eləyir. Sən çalışırsan ki, onu öz yoluna gətirəsən. Qaytarasan, yola gətirəsən ki, ay ağac, burada dur. Sənin yolun budur, sənə dil verməliyəm, danışmalısan. Artıq beçə hissəsi demək olar ki, Cobud vəziyyətdəsi ki, hazırdır. İndi hələ ona sığarlar vuracaq. Ay Süleyman dədə, deyirsiniz gərək nazı ilə oynayasan. Da sazbəndsiniz, gərək oynayasınız da. Bəli. Sevgili seyircilər, mən sizə bir məlumat da vermək istəyirəm. Əslində Süleyman dədəni siz bizim keçmiş proqramlarımızdan, uzaq-uzaq proqramlarımızdan tanıyırsınız. Süleyman dədə Kəlbəcərdən köçkündür deyim. Yevlağa gəlib ailəsi ilə bərabər burada sığınacaq tapıblar. Öz dədə-baba yurtlarını qoyublar. Ermənilərin tapdağı altındadır bildiyiniz kimi Kəlbəcər bugün. Və Süleyman dədə həm də meydan oyunu var. Maral oyunu və kilim arası. Maral oyunu və kilim arası. Süleyman dədə bu işi çox professionalcasına, çox gözəl ifa eləyir deyim də. Yəni o kilim arasını, o maral oyununu, o maralı elə oynadır ki, elə bilirsən ki, bu maral canlıdır. Süleyman dədə bir balaca izləsin tamaşaçılar, sizi yadına salsınlar. Buyurun, buyurun. Sonra söhbətimizi davam edək, izləyək.
Tarixi mənbələrə görə Kilim arası və maral oyunun 4000 ilə qədər yaşı var və o bizim nəslə qoruyub saxlamaq bizim nəslə qismət olmuşdur. Həmişə baba nəvəsinə və ata öz evladına Kilim arasını və maral oyunu gördüyünüz bu, görəcəyiniz bu rəqsləri, hansı ki folklor nümunəsidir, vəsiyyət eləyib və qoruyub saxlamağı tapşırıb. Yadınıza düşdü, eləmi? Hə, Süleyman dədə, qısaca biraz da o maral oyunu ilə kilim oyunundan, kilim arası oyunundan qısaca. Maral oyunu belədir ki, maral oyunun çox qədim tarixi yoxdur. Ancaq kilim arasının qədim tarixi var, hətta o yaşı bilinmir. Hətta o keçmiş SSR vaxtında deyirdilər ki, qağalarda rəsmlər var, rəsmlərə görə 6000 illə qədər yaşı var kilim arasının. Və onu bizim nəsildə qoruyub saxlanmışdı. Elə bilirdilər ki, itib batıb və bütün dünya bir sübut elədi ki, kukla teatrının mənşəyi, daha doğrusu əcdadı kilim arasıdır. Bizim Azərbaycanın kilim arası. Və mən xarici ölkələrdə də oldum. Sonra Moskvada oldum, İttifaq festival laureatı aldım, dönə-dönə, qızıl medal aldım. Sözüm onda yox. Bir dəqiqə, mən istəmirəm axı işinizi yarımçıq qoyasınız. Elə işləyə-işləyə danışın. Sonra Mən bu tərəfə keçim ki, buyurun. sizə mane olmayım. Sonra mən elə oldu ki, biz məcburi köşkün düşdük və kilim arası da, maral oyunu da kollektiv hərə bir tərəfə dağıldı. Sonradan bərpa elədik çox şey. Və son vaxtlara qədər dövlət tədbirlərində mən həmişə çıxış eləmişəm. Kilim arasının əsas məzmunu budur. Cavan gəlindir, cavan ailədir daha doğrusu. Ailədə xəyanət olur. Bunların hamısı rəqs altında gedir. Ailədə xəyanət olur. Üçüncü dost çıxır meydana və kişi bunu qəbul eləmir. Azərbaycan milli mentalitetinə uyğun olaraq faciə ilə nəticələnir. Onların hər ikisini, yəni keçmişdə belə olur ki, xəncərlə vurur, öldürür. Sonradan dalaşdırdıq biz onları. Sonradan onu mən yeni versiyasını işlədim. Cavan qız, cavan oğlan, iki oğlan bir qızı sevir və o qız birini seçir. Oğlan da o birisi də barışır və bunlar oynayırlar bərabər, rəqs edib gedirlər. Çox gözəl düşünmüsünüz. Yəni keçmiş zamandan bu zamana Bəli, çox belə yaxşı versiya. ki, dəyişmisiniz. Gözəl versiyadır. Süleyman dədə, görürəm ki, bu sazın işi həqiqətən də çoxdur. Təbii ki, sazda da ifa eləyə bilirsiniz. Sazbənd olsun, sazda ifa eləyə bilməsin. Bəlkə balaca, kiçicik bizim üçün bir ifa eləyəsiniz. Bir nəfər nərd oynayana deyirlər, sən nətər nərd oynayırsan, deyirəm, mən bunun ustasını axtarıram. Ustasını axtarıram. Bəli, ustasını axtarıram deyir. Hə, nə ifa eləyəcəksiniz? Nə bilim, Yəni, bu saz havalarının içində ən çox sevdiyiniz bir hava var. var, mən hamısını çox sevirəm. Baş sarteldir, dübeytidir, sonra vaqifidir, ona bəhməni də deyirlər. Elə onda baş sarı teli çalın. Baş sarı tel çalınanda elə Kəlbəcər yada düşür ha.
Qayırsan qəmli-qəmli, ərşə qalxıb nalən sazım. Niyə belə pərişansan, qərib-qərib çalan sazım. Hanı çəmənin çiçəyin, soldu gözəlin göyçəyin, Ağsaqqalın ağbirçəyin yad ellərdə ölən sazım. Bir də hörmətli Nailə xanım, məndən soruşurlar ki, Kəlbəcərdə nəyin qaldı? Çoxu vardan devlətdən danışır. Sərin sulu bulaqların keçməsində gözüm qaldı. Əl çirkidir dünya malı, yal yamacda izim qaldı. Qar bürümüş çölüm düzüm, külə dönmüş odum közüm. Cücərməmiş tər yarpızım, açılmamış yazım qaldı. Süleyman Anvarım getdi, vətən getdi, arım getdi, baxşam getdi, barım getdi. Mənə təkcə dözüm qaldı. Süleyman dədə, çox mu sazda ifa edirsiniz? Qəlbiniz nə vaxt coşur sazda ifa eləməyə? Həmişə. Həmişə? Həmişə, bəli. Mən cavan uşaq vaxtdan. İndi bilirsiniz, mən musiqini necə öyrənmişəm? İnanmayasınız. Taxtanı yonurdum, sap bağlayırdım. At quyruğundan da sin. Bax, onda ilk dəfə öyrəndiyim hava sürməli qız olub, xarmanız. Ondan sonra atam pativon aldı, qədim keçmiş o gramofon vallarından tapırdı və kluba bir köhnə tar vermişdilər. Tar görmədən, tarı bilmədən tutmağı da bilmirdim. Kəlbəcər rayonunda tarçalan yox idi o vaxtları. Sonradan Sadıqov Bahadır adında bir nəfər özünə öyrəndi. Ondan bir-iki nətər deyim, məsləhət aldım. Mən öz başıma, özümə bütün muğamlarının hamısını çaldım. Hətta radio studiyada mənim gəncliyimdə muğam zapisində var. Nə gözəl. Yəni o dərəcədə kamil məndə o, necə deyim, qeyri-adi bir fitri istedad olur. Birini də deyim. Birini də deyim. Sən də mi qaçqın düşmüsən, ay mənim xarı bülbülüm? Niyə belə büzüşmüsən? Baxçamın barı bülbülüm, ay mənim xarı bülbülüm. Xan xan qızına təvan, bülbül üzeyir Sadıqcan. Xanın səsi uzaqlardan, qurbanın tarı bülbülüm. Ay mənim xarı bülbülüm. Dözə bilmədin hicrana, yoxsa köçmüsən bu yana. Yetdin sazbən Süleymana, itirdin yarı bülbülüm. Ay mənim xarı bülbülüm. Süleyman dədə, əllərinizə sağlıq, səsinizə sağlıq. Çox sağ ol. Təşəkkür edirəm ki, bu balaca emalatxanada bizi qəbul elədiniz. Minnətdaram, çox sağ olun. Suallarımızı, bizi maraqlandıran borcumdur. sualların cavabını verdiniz. Sağ olun. Sağ olun. Bir daha görüşmək üzrə. İnşallah. Allah üstünüzə yar olsun. Sizi Allah'a emanet edin. Sağ olun. Yevlax aran zonası olduğundan burada yaşayan insanlar o qədər də uzun ömürlü olmurlar. Ancaq biz soraqlaşdıq, burada yaşayan ən uzun ömürlü insanlardan biri ilə görüşmək istədik. Tələsməyin, indici onu tanıyacaqsınız.
Salam əleykum. Burada yaşayanlardan sizə görürəm rahat-rahat oturmusunuz. Tanrıverdi dədə burada yaşayır. Bəli. Hə? Bəli. Bu evdə. Bəli. Gedək. Çatdıq. Salam əleykum. Təşəkkür eləyirəm. Hamınızı salamlayıram. Kimdir Tanrıverdi dədə? Baxıram yaşlı. Sizsiz? Sizsiz? Salam əleykum. Salam. Necəsiz? Sağ ol. Buyurun. Sən otur. Görürsüz də xanımlara necə hörmət var. Sən otur deyir, sonra mən oturdum. Tanrıverdi dədə, necəsiz? Sağ olun. Yaxşıyıq Allah'a şükür. Neçə yaşınız var? Bax, mənim ürəyim partlayır bayaqdan bilim ki, sizin neçə yaşınız var? 17 təvəllüdəm. Elə 17-ci ildə olmuşam, 26 təvəllüdəm. Hə, necə 26 təvəllüd? O əslən 17-də olmusunuz, Bəli. ancaq sənədləriniz 26. Sənədlərimiz 26-cı ildə verilib. Hə, sevgili seyircilər, o vaxtlar Şura hökuməti deyirdilər. Şura hökuməti qurulandan sonra sənədlər hamısı səhv düşmüşdü. Doğulanların doğulduğu ildə sənədlərini vermirdilər. Sonra uşaqlar böyüyəndən sonra sənəd alırdılar. Ona görə biraz səhv düşürdü sənədlər. Ona görə Tanrıverdi dədə deyir ki, 17-ci iləm, amma 26-cı il. Yəni əslən 17-ci ildə doğulub Tanrıverdi dədə, amma sənədlərdə 26-cı ildir. Hə, demək ki 98 yaşım var Tanrıverdi dədə, eləmi? Bəli. Necə yaşamısınız bu 98 il ömrü? Nə işlə məşğul olmusunuz ümumiyyətlə? Cavanlıqda, təqaüdə çıxdığınız zamana qədər? Mən savxozda olmuşam, Tilkili savxozunda. Orada meyvəçilik, üzüm becəridik. Ondan sonra pamıq becəridik. Ondan sonra tağ-tərəvəz becəridik savxozda. Hökumətin də planını vaxtında da verirdik. Bir vəzifəniz də var idi mi? Bir qədər işləyirdim da mən. Hə, demək ki siz insanları işlədirdiniz. Bəli. Özünüz də işləyirdiniz. Bəli. Onlarla bərabər. Bəli. Deməli 25 il təsərrüfat briqadə olmuşam. Aha. O 5 ildə injiner mexanik olmuşam savxozda. Sonra 10 ildə partkom olmuşam. Kommunistlər yaxşı işləyənləri, qabaqçıları aparıb partiyaya keçirirdik o vaxtı. Amma sonralar 20 yanvar hadisələrindən sonra Bəli. hər birimiz o Komünist Partiyasının sənədlərini, üzv olduğumuz kitabçaları yandırdıq. Yandırdıq, hamısını yandırmışıq. Peşmansız o illəri deyirsiniz, 10 il işləmişəm, partiyanın rəhbəri olmuşam. Peşmansınız o illərdən? Peşmanlıq deyəni zulüm verirlərdən adama. Zulüm verirdi. Zulümdə işləmişik. Baxmayaraq məsəl üçün təşkilat katibi olmuşuq, amma zulümdə idik. Çox zulüm çəkmişik o vaxtı. Meyvəçilikdə üzüm verirdik, becəridik, pamuk becəridik, üzüm becəridik, tağ-tərəvəz becəridik. Hamısı devlətə verirdik də. Hə, o sizin işiniz idi də. Amma təqaüdə çıxandan sonra artıq neçə ildir ki təqaüddəsiz? Bəli. Darıxmırsınız, nə işlə məşğulsuz? Evdə işləyirik, toyuqla məşğulam, ondan sonra... Toyuq saxlayırsınız? Bəli, induşka... Neçə toyuğunuz var? 20 toyuğum var. Aha. Neyinirsiniz, satırsınız o toyuqları? Becərik, satdığımızı satırıq, yediğimizi də yeyirik. Satırsınız demək? Bəli. Neçəyədir toyuğun biri? Toyuğun birini verirdik 8 manata, 7 manata, 5 manata. Tanrıverdi dədə çox baha satırsınız. Yox, bazarda nə tərdir bacım, qızım. Şəhər qiymətinə satırsınız. İnduşka da 15 manat, 20 manat verirdik. Tanrıverdi dədə, onda siz varlı olarsınız. İndi varlı dediğini olanım nədir odur? Yaxşıdır, induşkam da var, Allah Bu qoysun. görən dişləriniz də qızıldı. Yox, qızıl deyil. Qızıl deyil. Bacardığımızı işləyirik. Lap o Amerikadakı rep deyən qara zəncilər var ha, bilərəkdən qızıl dişlər saldırırlar. Tanrıverdi dədənin dişləri də elədir.
Bacarırsa, nə bacarırıq onu da işləyirik. Hə, 20 toyuq, yaxşı. Sonra Evdə məşğulam da toğla, induşka ilə, toğ cücə ilə. ilişkalar da var. Ta- Amma malqara yoxdur. Malqaram yoxdur, yox. O ağır işdir də. Hə, malqaram yoxdur. Yaxşı, neçə övladınız var? 5 oğlum var, Maşallah. 3 qızım var. Hamısı sizlə bir yaşayır? Yox, indi ayrı da hamısının öyü ayrı-ayrıdır. Siz kimlə yaşayırsınız bəs? Mən təkcə yaşayıram. Həyat yoldaşınız həyatda yoxdur. Yoxdur həyatda. Bəs tək necə yaşayırsınız? Nə? Kim bişirir, kim düşürür sizə? Mingəçördə qızım var, aptekdə işləyir. Balensiyada işləyir, təzə balensiyada. O baxır mənə. Gedir Mingəçörə, o gələndə hər şeyi alır, getirir. Mən də toğla cücə ilə məşğulam. Tanrıverdi dedi, bax çox həyat sevərsiniz, üzünüz çox gülərdi. Maşallah 98 ildə ömür keçmisiniz. Bax, biz necə eləyək ki, biz də 98 il yaşayaq, həm də sizin kimi güləyir üz olaq hamıya. İndi adamın ömrünü çoxaldan Allahdır. Buna söz yoxdur. Amma yaxşı yeyərsən, yaxşı içərsən, qatıqdır, ayrandır, şordur. İndi qabağa nə gəlir onu yeməlisən. Dinləyirsiniz də. Bunu bəyənirsən, onu bəyənmirsən, onu da yaşamaq olmaz ki. Hər şey gərək, istədin, istəmədin gərək yeyəsən. Yemək adamı saxlayan şeydir. Yemək lazım. Hə, qatıq. Özü də yağlı. Qatıqdır, süddür, qaymaqdır, baldır, hər şey gərək yeyəsən də. Hamısından yeyəsən gərək, yemək yeyəsən. Amma ömür verən Allahdır. Can sağlığını gərək yeməklə həll olmaz, can sağlığı. İndi yeməsən elə məhv olub gedəcəksən. Eşidirsiniz də pəhriz saxlayanlar. Baxın, eşidin, görürsünüz ki, dədə bizə nə məsləhətlər görür. Özü də yağlı yemək lazımdır. Yağlı. Tanrıverdi dədə, nə qədər yaşlı insanlardan mən müsahibə aparıram, söhbət eləyirəm, hamısına da eyni sualı verirəm ki, biz necə eləyək ki, çox yaşayaq və sizin kimi belə həyat sevər olaq. Hamısı deyir, yağlı yeyin, kabab yeyin. İndi kebab da yeyəsən, şor da yeyəsən, yenə axırda şor da yeyəsən ki, onu həll eləsin də. İndi şor da, yağ da, hər şeyi gərək yeyəsən, hamısından. Daha bunu istəmirəm, bunu istəmirəm, onu da yaşamaq olmaz ki. Tanrıverdi dədə, bu kənddə ümumiyyətlə deyirlər ki, Yevlaxda uzun ömürlülər çox azdır. Aran zonasıdır ona görə. Bəli. Sizdən başqa, bax bu kənddə çoxdurmu uzun ömür sürənlər? Mən indi onlara deyə bilmərəm çox ömür sürənlər. Amma mən yaxşı yaşamışam da, yaxşı dolanmışam. Hə, saxlamışam da özümü. Yuxarıda Allah, aşağıda Özünüz. Özün gərək özünü saxlayasan. Doğru. Özün özünə saxlayasan. Xəstələndin, məsəl üçün tez təcili, düşün də arzusu gərək tez təcili eləyəsən, həkimə gedəsən, baxasan. Yəni özün öz həkimin olasan. Özünün həkimindir, bəli. Tanrıverdi dədə, bax bayaqdan sizdən söhbət eləyirəm, maşallah, maşallah, yenə də deyirəm, 98 yaşınız var, Bəli. bu qədər həyat sevərsiniz, amma burada bir başqa dədəm də var, istəyirəm onunla da bir söhbət eləyim, görüm onun neçə yaşı var. Mən içəri girəndə ancaq kamera ilə tanış oluram. Çünki əvvəldən sevgili seyircilər sualları öncədən verəndə sonra kamera qarşısında heç kim suallarımı cavablandırmaq istəmir. Ona görə də istəyirəm siz də işdəsiz mənim verdiyim sualları birlikdə cavabları alaq yəni ki. Sizin də adınızı bilim. Mənim adım Yunus Şövkət Bəkiroğlu. 1941-ci təvəllüdüm. Sizin yaşınız azdır, amma saçınız, saqqalınız Tanrıverdi dədədən ağdır. Zəmanaya görə bəlkə də 3 evladım var. Biri dünyasını dəyişib. Evladım dünyasını dəyişdikdən sonra elə vəziyyət bu yerə gətirdi, çağırdı. 2013-cü il yanvar ayının 1-dən etibarən də təqaüddəyəm. Nə işlə məşğul idiniz? Uzun müddət Gevla suvarma sistemlər idarəsində 45 il fasiləsiz mühəndis meliorator işləmişəm. Bu aran torpaqlarını siz sulamısınız yəni? Bəli, bəli. Bütün Yevla rayonunda nə qədər torpaq sahəsi varsa hamısını qarış-qarış. Qarış-qarış hamısını gəzmişəm. Lazım məsləhətlər vermişəm. Təsərrüfatı su ilə və şoran torpağın yuyulmasında uzun müddət iştirak etmişəm. Tanrıverdi dədə deyir ki, mən işsiz indi çox rahatam, əladır mənim üçün. Toyuqla, cücə ilə məşğulam. Sizə də rahatdır, yoxsa o torpaqları sulamaq üçün darıxmısınız? Yox, mənim üçün
kollektiv üçün darıxıram. O keçmiş o 45 illik o təsərrüfatla kollektiv üçün darıxıram. Ancaq qaldı ki, evdə öz təsərrüfatımızla məşğulam. Mal-qaram var, ondan sonra bir də həyət yanı sahəm var. Öz təsərrüfatımla məşğulam. Torpaq payım var çöldə, onlarla məşğulam. Və çox gözəl də xanımınız var. Maşallah. Mən özünə qisməti çıxırdı. Mən də qismətim bu xanımın çıxırdı. Deyim ki, çox gözəl qismətiniz çıxır. Hər şey qismətdən asılıdır da. Mən də qismətim bu çıxır. Hər an qismətdən gözən maşın düşür. Nə bilim nələr mən də qismətim bu çıxır da. Yo, siz yaxşı baxmısınız. Mən nə deyirəm? Qızların ən gözəlini seçmisiniz. Maşallah, yaşlandıqca da hələ üzündə nuru var. Sağ ol, sağ ol. Nədir xanımınızın adı? Xanımın 2 dənə adı var. Əsas sənədlə adı Tomadır. Yunusova Toma qoca qızı. Amma el arasında, öz aramızda Dilbər deyilir. Dilbər xanım. Həqiqətən özü də Dilbər kimidir. Dilbər xanım indi bizə çay süzür. Mən indi ondan söhbətimizi davam elətdirəcəm. Azərbaycan süfrələri bilirsiniz ki, çaysız olmur. Biz mütləq bir yerə yığışanda, elədimi? Şövkət dədə. Mütləq gərək çay gəlsin ki, söhbətimizi davam eləyə bilək, yoxsa söhbət eləyə bilmirik. İndi Dilbər xanımı görək. O Şövkət dədədən nələr deyəcək? Çay həmişə bəzəydi süfrəyə, süfrəmizə çay gəlsin çay. Üç isti üfləyə, üfləyə, süfrəmizə çay gəlsin çay. Gəldim Dilbər ananın yanına. Görüm nələr danışacaq sizdən. Hə? Dilbər ana harda sevdi sizi? Harda vuruldu sizə? Heç harda görməyibdi o məni. Onun anası düzüb qoşubdu hamısına. Nə danışırsınız? Bəli. Siz də görməmisiniz onu. Xeyr, mən də görməmişəm. Bəs necə görmədiyiniz adamla ailə qurdunuz? Birdən pis olaydı. Analarımız, atalarımız razı oldu, biz də onunla razı olduq. Ona görə də ailə qurmuşuq. Və çox xoşbəxt də maşallah Xoşbəxtəm, yaşayırsınız. xoşbəxtlik, bəli. Eşidirsiniz cavanlar? Bu metoddan istifadə eləmək lazımdır. Getdiyiniz adamı görməyin. Ailələr evləndirsin sizi. Eləmi? Bəli, bəli, əlbəttə. Xoşbəxtlik. Görürsüz də, Şöhrət dədə oradan deyir ki, 65-ci ildən bir yerdə yaşayırıq. Artıq uzun illərdir. Neçə övladınız var? 3 evladımız var. Evladımızın biri rəhmətə gedibdi. Allah rəhmət eləsin. Ölənlərinizə rəhmət. Onlardan, o ölən oğlumdan 2 dənə nəvəm var. Elə o nəvələrimlə məni yaşadan o nəvələrimdir. Bəs övladlarınız necə ailə həyatı qurublar? Onlara da siz vasitəçilik eləmisiniz? Bəli, onlara da biz vasitəçilik eləmişik. Birini qaynımın oğluna vermişəm. Birini də öz bacım qızını almışam. Yəni qohum-qohumla, əqraba-əqraba ilə Hə, evlənir. bəli, özümüzünkilərlə evləndirmişik, xoşbəxtdilər. Hesab eləyirsiniz ki, belə yaxşıdır. Əlbəttə belə yaxşıdır. Onlar ikisi də Rusiyada yaşayırlar, yoxdular burada. Azərbaycanda deyirlər. Onlar Rusiyada yaşayırlar. Mən o 2 dənə nəvələrimlə yaşayıram. O 2 nəvələrim mənim üçün ən böyük dövlətdir. Mənim üçün var dövlətdir. Mənim üçün həyatdır, həyatdır. Onlar olmasa mən yaşaya bilmərəm. Mən onlarla nəfəs alıram. Mən onlar üçün çalışıram. Siz heç dövlət işində işləmisiniz? Bəli, işləmişəm. Mən 86-cı ildən su idarəsində işləmişəm. Nizamlayıcı işləmişəm. 86-cı ildən 2006-cı ilə qədər orada işləyib, sonra da keçmişəm Engen şirkətinə. Xaldanda yerləşən paraşok zavod deyirlər, Engen şirkəti var. Mən 10 ildir orada... Yəni yuyucu vasitələrin zavodu. Bəli, bəli, yuyucu vasitələrin yerində işləyirəm, power işləyirəm. İndi də işləyirsiniz? Bəli, hal-hazırda işləyirəm. Onda siz gözəl yeməklər də bişirirsiniz? Bəli, bəli. Hər cür yeməklər də bişiririk. Bax, Yevlağa aid ən çox bişən yemək hansıdır? Azərbaycanda təbii ki, hansı ailəyə gedirik, öz ailələrimizdə də. Bayram oldu, bir yaxşı qonağımız gəldi, aş və dolma süfrəmizin bəzəyidir. Bəli, bəli. Elədirmi? Bəli, əlbəttə. Başqa özəl nə yeməkləri var Yevlağın? Başqa gözəl yeməklərimiz var, düşbərəmiz var. Sonra... Onu Bakılılar deyəcək ki, bizimkidir. Gözəl yeməklərimiz var. Cürbəcür aşxörəklərimiz var, xəngəlimiz var. Və Kür qurağında yaşayırsınız. Balıqdan nələr bişirirsiniz? Balıq burada boldur. Gələndə də görürəm yol qırağında nə qədər maşallah balıqlar satılır. Balıqdan buğlama, qızartma, cürbəcür, hər şey.
Hər şey. Mən çox istəyərdim ki, Dilbər ana hansısa bir yeməyi hazırlasın və biz də siz də onun necə yemək hazırladığını görək. Amma əfsuslar olsun ki, vaxtımız çox azdır. Artıq biz çəkilişləri eləyə-eləyə axşam vaxtına gəlib çıxmışıq və birazdan qatarla yola çıxmalıyıq. Ona görə də zamanımız azdır. Qalsın gələn dəfələrə Dilbər ana. İnşallah görərik sizin də necə yemək Hər hansı vaxtda pişirməyinizi. gəlsəz, mənim qonağımsınız. Qapım sizə açıqdır. İnşallah. Həmişə xeyir işlərə Çox gələk. sağ olun. Amma getməmiş son bir sualı da vermək istəyirəm. Şövkət dədəni indiyə nə qədər sevirsiniz? Əlbəttə. Böyüyümüzdür, ağsaqqalımızdır. Balalarımızın atasıdır. Öyümüzün dirəyidir, əlbəttə. Ona söhbət yoxdur. Həqiqətən dünyanı sevgi xilas edir. Verdi dədə sağ ol. Çox sağ ol, Allah razı olsun. Sizə lap uzun ömür arzulayıram. Sağ ol. Sizə də Şövkət dədə. Çox Sağ olun siz də. Dilbər ana sağ olun. Xoş getdiniz. Görüşərik inşallah. Siz də sağ olun. Yolumuza davam. Azərbaycan, Azərbaycan, Azərbaycan,
Yevlağı gəzib dolaşdıq. İnsanlarıyla tanış olduq. Gördüklərimizi sizinlə bölüşdük. Bir sözlə Yevlağı siz də tanıdınız. Bu qədər. Gələcək proqramda görüşmək ümidi ilə. Sağ olun, sağlıqla qalın. Yevlağım, 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 yevlağım.